Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz. Kanalıma ümidvaram ki, çox yaxşısınız. Sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımdan qarşınızdayım. Gördüyünüz kimi başqa bir yerdəyim, evdə deyiləm, amma sizi həftəlik açılımsız qoymaq istəmədim. Gəlin, başlayaq. Videom sırf izləyicilərimə aiddir, başqa şəxslər izləməsin. Sizə heç bir halda enerji ötürmürəm və 3-7-3 enerjisi ilə uyumlanırsınızsa videonu izləməyə davam edin. Baxaq, 3 variant olacaq. Həmişə olduğu kimi. Nəyə görə yavaş danışım? Çünki saat 1-ə işləyir. Ayın 9-udur artıq. Və mən sizin üçün video çəkirəm. Hazır olsun. İnşallah ki, bir neçə saata paylaşa da bilərəm. Ola bilsin ki, səhər radələrində paylaşa da bilərəm. Üzərinə heç bir şey qoymayacağım. Hansı dəstəklə daha çox uyumlanırsınızsa, onu da seçin ki, uyğunluq tapa biləsiniz. Kimin üçün vaxt azdır, videonu saxlaya bilərsiniz. Gəlin baxaq, görək. Birinci variantı seçən dəyərli və gözəl izləyicilərim. Baxaq, görək sizi nə gözləyir, nə olacaq. Həftəmiz necə olacaq, necə keçəcək, maraton mu keçəcək, yoxsa dəyişiklik mi olacaq? Bu arada bayramınızı təbrik edirəm. Kəsdiyiniz qurbanlar inşallah ki, qəbul olsun. Ürəyinizdə nə arzunuz, niyyətiniz varsa, haqqınızda xeyirlisidirsə, hamısı bir-bir həyatınızda aktivləşsin. Baxaq. Görək. Sevdiyiniz insanla danışmırsınızsa, əgər küslüsünüzsə, gözləmədiyiniz bir anda bu insandan riskli bir hərəkət gələcək. Amma münasibətinizə çox da əmək verilməyib. Çox da boşda qalmış bir münasibətdir. Əgər bir yerdəsinizsə, təəssüflər olsun ki, ayrılıq görünür burada, yəni ayrıla bilərsiniz. Bəzilərinizdə görünür ki, siz ola bilsin tələbəsiz və yaxud da bir yerdə oxuyursunuz, bir yerdə işləyə də bilərsiniz, amma bəzilərinizdə 50% insanlarda ola bilsin ki, ya siz, ya da ki, bu insan ya evli olub, boşanıb, ayrılıb, ya da ki, hal-hazırda da hər iki tərəfdən biri ola bilsin ki, evlidir. Münasibətə çox da əmək verilməyib. Mən burada görmürəm ki, münasibətdə böyük bir necə deyim, qurbanlar verilir və yaxud da ki, münasibətdə böyük bir şeylər olunub. Xeyr, münasibətə əmək verilməyib. Sevdiyiniz insan haqqında düşündüyünüz insan çox egoist bir insandır. Özündən başqa heç bir insanı düşünməyən bir adamdır. Amma danışmırsınızsa, münasibətiniz yoxdursa, birli bir zamanda bu insandan sizə qarşı addım gələ bilər. Belə. Əgər işdən bir təklif gözləyirsinizsə, hansısa bir işdə, necə deyim, ya CV vermişsinizsə, xəbər gözləyirsinizsə, xəbər çıxacaq. Sadəcə olaraq, belə deyim ki, kiminsə köməkliyi vasitəsilə bir iş təklifi gələcək sizə, amma vacib olaraq, maaş olaraq sizi qane eləməyəcək. Belə bir şey görünür. Kiminsə dediyim kimi köməkliyi də ola bilər burada sizə. Ailədən kiminsə köməkliyi və yaxud da tanıdığınız bir insan, sizdən yaşca böyük bir insan sizə məsləhət görə bilər və yaxud da ki, bu işi tapmaqda sizə köməkliyi eləyə bilər. Bəzilərinizdə mən görürəm ki, imtahan verəcəksiniz. Biraz istədiyiniz nəticə əldə eləyə bilməyəcəksiniz, amma imtahandan uğurla keçəcəksiniz. Misal çəkirəm ki, gözlədiyiniz 10 baldan 7-dirsə, siz 5 yığa bilərsiniz və yaxud da 6. Yəni, istədiyiniz nəticə olmayacaq. Belə. İtin səsini də eşidirsiniz. Yəqin ki, deməyimə ehtiyac yoxdur. Ona görə çalışacağım ki, biraz videonu yekunlaşdırım. Amma əsas odur ki, videosuz qalmayacaqsınız. İkinci variantı seçənlər, gəlin baxaq, görək. Sizi nə gözləyir? Belə deyim ki, ətrafınızda çox insanlar var. Yox da işlədiyiniz yer, oxuduğunuz yer, yaşadığınız yer, qaldığınız yer ola bilsin ki, çoxlu insanlarla əhatə olunmuş bir yerdir. Biraz bəzi insanlarla konflikt yaşaya bilərsiniz, biraz problem yaşaya bilərsiniz. Bu ana da ola bilər, bacı da ola bilər və yaxud da ki,
başqa bir insan, iş yoldaşı da ola bilər ki, biraz konflikt yaşayacaqsınız. Biraz problemlər yaşaya bilərsiniz, amma bu müvəqqəti bir şeydir. Yenə də türklər demiş, dəngeləyəcəksiniz, hər şeyi oturdacaqsınız yerində. Yəni bir müvəqqəti olan bir şeylərdir. İşdən təklif gözləyənlərimiz varsa, çoxdandan gözlədiyiniz bir şeydir. Yəni bu 1-2 günün bir gözlənişi deyil. Çoxdandan gözləyirsiniz. Qapı da üzünüzə bağlıdır. Amma sizə od ünsürü, torpaq ünsürü, görsüz ünsürlər çoxdur. Od, torpaq və hava ünsüründən insanlar olacaq ki, ətrafınızda sizə köməklik eləyəcək iş tapmağınızda. Və uğurlu da olacaq. Çünki mən sizi biraz çox oturaqlı, həm oturaqlı, yəni özünü tutmuş, işkolik, işləməyi sevən, yəni oturum mənə hardansa pul gəlsin deyə düşünmürsünüz. İşləməyi sevən bir insansınız, sadəcə qapılarınız, yollarınız açılmır sanki. Sevdiyiniz insan varsa, ola bilsin ki, biraz problem yaşaya bilərsiniz, bir-birinizi bloka ata bilərsiniz, amma bu münasibət davamlı və belə deyim ki, fundamentli bir münasibətdir, tezdə bitən bir münasibət deyil. Yəni bu problem həll olunacaq, çıxıb gedəcək, narahat olmayın. Sadəcə olaraq üzümüzə gələn həftə üçün biraz ola bilsin ki, problem yaşaya bilərsiniz. Ya o sizi, ya siz onu bloka ata bilərsiniz. Ondan sonra aranızda yenə də söhbətlər, danışıqlar, nə bilim, görüş, hər bir şey olacaq, narahat olmayın. Belə. İkinci variant da belə getdi. Gəlin baxaq, üçüncü variant sizi nə gözləyir? Sevgi tərəfdən, sevgi cəhətdən çox da bəxti gətirməyən bir insansınız, bunu deyim. Münasibət baxımından da, amma bu həftəniz stabil keçəcək. Sevdiyiniz insanla aranızda problem yaranacaq, amma ondan sonra qarşı tərəfin sizə qarşı darıxmağı ola bilsin və yaxud da ki, sizinlə danışmaq, görüşmək istəyi çoxalsın. Yəni biri var ki, sadəcə darıxmaq, bir də dəhşət çox dərəcədə sizin üçün darıxacaq və addım atacaq. Biraz egoist bir insandır və yaxud da ki, maddi tərəfdən də biraz özünü tutmuş bir insan ola bilər və yaxud da heç nəyi olmasa belə özündən razı bir insan ola bilər ki, özünü daha üstün bilir. Əslində münasibətiniz stabil bir münasibətdir, yəni yolunda gedən bir münasibətdir. Adamın egosu üzündən biraz ola bilsin dalaşırsınız və yaxud da bir-birinizi anlamırsınız, amma ortada bir darıxma, özləm, sevgi var. Sadəcə münasibətə çox da əmək verilmir. Belə deyərdim. İşdən təklif gözləyənlərimiz varsa, təbii ki, iş təklifi olacaq. Biraz peşmançılıq yaşaya bilərsiniz. Amma maddi tərəfdən düşünürüksə, maddi tərəfdən daha belə deyim, bolluq, bərəkət içində olan bir işdir. Və həyatınızı belə deyim, düzənə soxa bilərsiniz. Pis çıxmasın, yəni həyatınızı düzənə sala bilərsiniz. Bu karta fikir vermirsiniz. Bu sevgi münasibətində xüsusilə də bunun yanında gəlmişdi. Çox da fikir vermirsiniz iş baxımından. Sevgi tərəfdən dediyim kimi çox da bəxti gətirməyən bir insansınız. Kimlə münasibət qurursunuzsa, daha çox əmək verən, daha çox münasibəti ayaqda saxlayan tərəf siz olursunuz. Amma münasibətiniz elə də yaxşı davam eləmir. Çünki adam egoist bir insandır. Belə. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirəm. Yaxşı ki varsınız. Yaxşı ki sizin kimi dəyərli izləyicilərim var. Öpürəm hər birinizi. Özünüzə yaxşı baxın. Gələn açılımlarda görüşərik. Sağ olun.